Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Bugünkü mövzumuz Avropa Hun yaxud da Qərbi Hun dövləti və Ağ Hun dövləti. İki mövzunu bir yerdə izah edəcəm. Həm biri-biri ilə əlaqəli mövzu olduğuna görə, həm də qısa mövzular olduğuna görə. Amma bu dövlətlərə keçməmişdən öncə xalqların böyük köçündən danışacağıq. Çünki elə bu dövlətlər bu köçün nəticəsində yaranmışdı. Görək xalqların böyük köçünün səbəbləri nə idi? Kimlər bu köçdə iştirak edirdi? Bax, bu xalqların böyük köçünün təsvir olunmuş xəritəsidir. Bax, burada görürsünüz, şərqdən gələn Hunlar qərbə doğru istiqamət alırlar. Bəli, məsələ ilk köçü türklər başlatmışdı və Hun tayfaları idi bunlar. Hunlar ilk köçə başlayırlar, bunların səbəbləri vardı. İqtisadi səbəblər quraqlıq, otlaq çatışmazlığı və ərazilərin başqa tayfalar tərəfindən tutulması idi. Siyasi səbəblər isə Çinin və başqa dövlətlərin əsarəti altında yaşamaq istəmirlər və özlərinin dövlətlərini qurmaq istəyirdilər. Sosial səbəb isə əhalinin sıxlığıdır və sayının sürətlə artmasıdır ki, bu da onların yer dəyişməsinə gətirib çıxarır. Və xalqların böyük köçündə əsas iştirak edilmiş xalqlar kimlər idi? Hun, Alan, Qot, Slavyan tayfalar. Və Hunların da ilk başçısı kim olur? Hun yazmalıydım. Hunların ilk başçısı kim olur? Tanrı xan. Bəli, 2-3-cü əsrlərdə bunlar Azərbaycanın şimalına gəlib möhkəmlənirlər və oradan da Anadolu torpaqlarına köç eləyirlər. Yəni bu istiqamətdə, bura Anadolu istiqamətinə köç eləyirlər. Və 300 və yaxud da 4-cü əsrin 70-ci illərində 374 də deyə bilərsiniz. Balamir xan Hunların başçısı seçilir. Bu neyinir? Don və İdil arasında yaşayan alanları sıxışdıraraq ərazilərini ələ keçirir. Həmçinin Ostuqotları. Bax, burada iki tayfanın adı var. Ostuqot və Qotları. Bunu az öncə deyəcəm. Həm Ostuqotları, həm də Qotları məğlub edəcək. Sonra Şimali Qafqaz, Qaradəniz, sonra Dunay çayı sahilindəki ərazilər tutur. Krıma doğru hərəkət edərək, bax, az öncə dedim, Qotları məğlub edir və onların da ərazisini ələ keçirir. Sonra isə burada, yəni Qərbi Avropada Hun dövlətinin əsasını qoyur. Neçənci ildə? 374-cü ildə. Və sonra Macaristan ərazisində məskunlaşırlar, Cənub-Şərqi Avropa istiqamətində hərəkət alırlar və İdil çayından Dunay çayına qədər olan böyük bir əraziləri ələ keçirirlər. Və 434-cü ildə hakimiyyətə Attila gəlir. Bəli, Attila gəlir və Attilanın dövründə imperiya ən qüdrətli zirvəsini yaşayır. Amma ilk əvvəllər Attila tək deyildi, 445-ci ilə qədər, yəni qardaşı Bleda ilə birlikdə idarə eləmişdi. Bəli, və 445-ci ildən isə artıq tək başına idarə etməyə başlayıb bu dövləti. Attila 434-447-ci ildə Bizans üzərinə səfər eləyir və Bizansla oradan müqavilə bağlanır. Ticarət əlaqələri, bax, iki dənə məsələ var burada. Ticarət məsələsi idi ki, ticarət əlaqə tənzimləri. Bir də illik xərac. Bizanslılar Hunlara illik xərac verirlər. Və 447-ci ildə Attila ikinci dəfə hücum eləyir bura. Səbəbi isə Bizanslıların Hun dövlətinə tabe olan xalqları onlara qarşı qaldırması idi. Və ona görə də Attila yenidən bunları cəzalandırmaq üçün 447-ci ildə yenidən yürüş edir. Və Bizanslılar yenidən tabe olur və illik bac verməyə məcbur olurlar. Və 451-ci ildə isə Roma üzərinə yürüş eləyir. Baş vermiş Katalan döyüşünü, yəni 451-ci ildə Katalan çölündə baş vermiş döyüşdə heç bir tərəf üstünlük əldə edə bilmirlər. Hər iki tərəf öz yerlərinə çəkilir. 452-ci ildə isə yenidən Roma üzərinə yürüş eləyir və Roma imperiyasının bir hissə ərazilərini ələ keçirsə də çoxlu qənimətlər ələ keçirir və amma Romanın tam ərazisini tutmur. Çünki Papanın xahişi və yalvarışlarını nəzərə alaraq Roma şəhərini tutmur və geri çəkilir. Amma nəticə nə olur? Bu testdə düşə bilər. 452-ci yürüşün nəticəsi olur ki, Qərbi Roma üzərində üstünlük qazanmış olur. Bəli, elə ən böyük uğuru bu idi. Qərbi Roma üzərində üstünlük qazanmış olur. Və 453-cü ildə isə İran üzərinə, yəni Sasanilər üzərinə yürüşə hazırlaşır. Lakin bilinməyən səbəblərdən vəfat edir və bu yürüş yarımçıq qalır. Və nəhayət, Attilanın vəfatından sonra Hunlar başlayır zəifləməyə, Hun dövləti və bir sıra xalqların üsyanları başlayır, yəni Hunlara tabe olan xalqların. Bunlardan Qotlar idi və digər tayfalar idi ki,
Avropa Hun dövlətinə qarşı çıxır və nəhayət 470-ci ildə Avropa Hun dövləti süqut eləyir və qalan o türklər ki var idi, bir hissəsi Qaradənizin şimalına, yəni bu hissə Qaradənizin şimalına, sonra Qafqaz dağlarına çəkilirlər, bax bura gəlirlər. Bir hissəsi də hara gedirlər? Macaristan ərazisində məskunlaşırlar. Sonradan bunun kiçik oğlu Cabaki var idi, burada öz dövlətini yaradır. Macaristanda yeni dövlət yaradır. Və bu da Avropa Hun dövləti və keçid alırıq Ağ Hun dövləti. Ağ Hun dövləti, deməli bunlar kim idi? Biz Asiya Hun dövlətini izah edəndə dedik ki, 58-ci ildə Asiya Hun dövləti parçalanır Qərb və Şərq Hunlarına. Sonra Qərb Hunların bir hissəsi köç edir, Avropa gedir, Avropada bir sıra dövlətlər yaradırlar. Cənuba istiqamət alanlar, yəni Türkistana istiqamət alanlar sonradan gəlirlər Ağ Hun dövlətini yaradırlar. 4-cü əsrin ikinci yarısında Ağ Hun dövləti yaranır. Paytaxtı Sakalı şəhəri olur. Sərhədləri Monqolistanın qərbindən Qobi çölündən Xəzər dənizə qədər böyük bir sərhədləri əhatə edir. Ərazisi isə indiki Mərkəzi Asiya, Hindistanın şimal-qərbi, bax bu hissələr və Mərkəzi Asiya, Əfqanistan və şimal-qərbi Hindistanı əhatə edir. Qısası belə yadınızda saxlayın, bu da onun ərazisi. Və 5-ci əsrdə bu dövlət Eftalitlər dövləti kimi adlanmışdı, Eftal xanın adı ilə. Və artıq 430-cu ildə hakimiyyətə kim gəlir? Axsuvar xan. Bəli, 430-cu ildə. Bir də yazaram. Deməli, Sasanilər üzərində parlaq qələbələr qazanır, qısaca deyirəm. Və Axsuvar xan, demək, Firuz şahı hakimiyyətə gəlməsində ona kömək göstərmişdi. Lakin sonradan Firuz buna qarşı çıxır. Sonra döyüşlərin birində Turan taktikasından istifadə edərək Axsuvar xan Firuz şahı məğlub eləyir. Və sonra 1-ci Qubad gəlir İranda hakimiyyətə. Sonra 1-ci Qubadı da himayə eləyir bunlar. Yəni, biz bunu Azərbaycan Sasani İmperiyası tərkibindəki mövzuda izah eləmişdik. Yəni, 1-ci Qubad feodallar tərəfindən hakimiyyətdən devrilmişdi, qaçmışdı Ağ Hunlara. Sonra Ağ Hun hökmdarı buna kömək eləyir, hakimiyyətə gəlir. Və sonra da Ağ Hun hökmdarı öz qızını 1-ci Qubada ələ verir və beləliklə aralarında qohumluq əlaqəsi yaranır. Və nəhayət Mihraqulu xan hakimiyyətə gəlir 6-cı yüzilliyin 1-ci yarısında və bunun dövründə ən qüdrətli zirvəsini yaşayır dövlət, hərbi islahatlar keçirərək nizami ordu yaradır və ordusunda döyüş filləri də yer alırdı və bunların sayı 700-ə çatırdı. Və bunun dövründə Hindistanın şimal-qərbi işğal olunur və ta ki 6-cı yüzillikdə Hindistanın şimalından başlamış Aral gölünə qədər, baxın, xəritə üzərində göstərəcəm. Hindistanın şimalından başlamış Aral gölünə qədər və Xəzər dənizi sahillərinə qədər böyük bir imperatorluğa çevrilir. Və artıq Mihraqulunun ölümündən sonra da Ağ Hun dövləti zəifləyir. Bunun da səbəbləri var idi. Yəni, imperiya geniş idi və bunu idarə etmək çətin idi. Həmçinin tabe edilən xalqlar ki var idi, bunlar hakimiyyətə qarşı tez-tez etirazlar eləyirdilər. Həmçinin ölkə arasında müxtəlif dinlərin yayılması idi. Niyə bunu xüsusi olaraq vurğuladım? Testdə düşür, Ağ Hun dövləti ilə 1-ci Göytürk dövlətinin oxşar cəhəti, Xəzər xaqanlığı ilə Ağ Hun dövlətinin oxşar cəhəti, Uyğurların oxşar cəhəti. Bunlar ona görə qeyd edirəm ki, bunların hər hamısında müxtəlif dini pərakəndəlik mövcud olmuşdu. Yəni, müxtəlif dinlər ki yer alırdı burada və bunun nəticəsində bu türk dövlətləri zəifləmişdi. Və nəhayət digər səbəb nə idi? Feodal əyanların müstəqilliyi arzulan güclənməsi idi. Və 567-ci ildə Sasanilərlə Göytürklər nə edirlər? Ağ Hun dövlətinin ərazisini öz aralarında bölərək süquta uğradırlar. Bu da mövzumuz. Sağ olun, hər birinizə uğurlar.